Ayrılandan 5-6 ay sonra Pati ilə tanış oldum. Hansı ki, birlikdə yaşadığım qızlar istifadədə idi. Biz lirika tapa bilməmişdik həmin günü. Qız mənə təklif elədi ki, hal-hazırda əlimdə Pati var, istəyirsənsə bundan verə bilərəm, bu çıxarsa səni vəziyyətdə. Mən də razılaşdım. Çox gec istifadə eləyirdim, çünki mən ondan çox qorxurdum da. Eşitmişdim ki, Patinin bağımlılığı o birlər kimi deyil də. Və aylar keçdi, mən Patiyə oturdum. Elə oturmaq oturdum ki, yəni mən nəşəni də saxlaya bildim, lirikanı da atdım, tərgidə bildim, amma mən Patini tərgidə bilmirdim. İnanılmaz, yəni asıllıq yaradır. Mamaya etiraf elədim ki, bəs belə hadisələr gəlib başıma. Mama evə getdi, mən əşyaları, evin açarı zadı götürmək üçün. O evə gedəndə pamukların, şkafların içində qarçıdır, vərəqdir, otdur, yavaş-yavaş tapırdı da narkotikləri. Başa düşdü, inandı mənə ondan sonra. Mama ilə danışdım ki, bəs belə olub da istifadəyə başlamışam, indi də ata bilmirəm. O mənə apardı psixoloq yanına, nevropatoloq yanına. Əlindən gələn elədi ki, mənə kömək olsun ki, mən düzəlim. Mən də həqiqətən, yəni dəli olurdum da, saxlaya bilmirdim, düzəlmək istəyirdim amma. Amma bunların heç birinin xeyri olmurdu. Psixoloq mənə bir polyar təşxis qoydu. Ondan sonra mənə dərmanlar yazdı. Hansı ki, mənim ruh halım elə idi ki, mən gah gülürdüm, gah ağlayırdım. Risk əsəbləşib özümdən çıxırdım, partlayırdım. Özümü idarə edə bilmirdim də, idarə olmazlığa düşmüşdüm. O dərmanları içirdim, heç bir xeyri olmurdu. Prosta mən keyfimi beləncinə otururdum da, yəni mənə heç bir faydası olmurdu. Mən gördüm xeyri olmur, başladım dərmanları atmamağa. Sonra yenidən başladım istifadəyə. Yəni, mama gördü ki, xeyri olmadı da, yəni çalışdı, yoxladı. Amma mən yenə qayıtdım istifadəyə. Telefonumu təmizlədim, bütün dostlarımla əlaqəmi kəsdim, hamıdan uzaqlaşdım, çəkildim izolasiyaya, öz otağıma tək. Amma indi də mən özüm tək başlayıram onu axtarmağa, tapmağa, gedirəm, tapıram, götürürəm, gəlib evdə otağımda tək istifadə edirəm. Mən gördüm ki, bu ətraflıq deyil də, yəni heç kim mənə onu verən kimsə olmasa belə, mən yenə də onu tapıram, yenə də istifadə edirəm. Deməli, problem mənim özümdədir. Özüm tək istifadə eləməyə başlayandan sonra da mən hər gün otağımda istifadə edirdim, hər gün. Qorxduğum başıma gəlmişdi də. İkinci dəfə münasibətim oldu, yəni bir insanı sevməyə başladım. O da reabilitasiya yatıb çıxmışdı və sağalmanın var olduğundan xəbəri var idi da. Mənə həmişə danışırdı reabilitasiya barəsində, amma mən ona ciddi yanaşmırdım da. Mən ciddi, nə danışırsan da? İstifadə eləyirdim, çünki həmin moment düşünürdüm ki, mən bunu buraxa bilməyəcəm. Çünki özüm tək yoxlamışdım, alınmamışdı. Mən hər gün istifadədəyəm, özümü saxlaya bilmirəm, hansı ki, mən ona söz verirəm, eləməyəcəm, amma mən ona yalanlar danışıram, ondan gizlin gedirəm, zakatda dalınca götürürəm, gəlirəm, otağımda istifadə edirəm. Ona yalandan deyirəm, yatıram, amma mən əslində otaqda batı qoyuram. Belə vəziyyət elə yerə gəldi ki, o başa düşdü ki, mən istifadədəyəm, onun ailəsi başa düşdü ki, mən narkomanam. Mən artıq onu itirəcəyimi başa düşəndə qorxdum və mən narkotiki atmağı seçdim də, yəni mən ona ən sonuncu bura gəlməmişdim. Bir həftə qabaq mən ona ağlayaraq yalvarmışdım ki, məni reabilitasiyaya qoy və yəni mən səni itirmək istəmirəm, mən narkotik atmaq istəyirəm.